2023-cü ildə orta molyar kütlənin tapılması ilə bağlı, orta molyar kütlə ilə bağlı miqdə belə bir sual var idi. Deyir ki, orta molyar kütləsi 14 olan amonyak və hidrogendən ibarət qarışıqda amonyakın bir hissəsi parçalanmasının 6 mol hidrogen alınıb. Sonra növbəti alınan qazın orta molyar kütləsi 10 qram bölünsün mol olarsa, başdan qarşıda olan amonyakın mol sayını tapın deyir. Biz amonyaka x mol desək, hidrogenə y mol desək, birinciyə görə biz bunların mol nisbətini tapaq. Məsələn, x mol amonyak götürmüşük, y mol hidrogen götürmüşük. Bunun 17 demeri, bunun emeri 2'dir. Orta molyar kütlə 14'dür. Burada nisbət olacaq 3, burada nisbət olacaq 12. Deməli, x-in y-a nisbəti bərabərdir 12-nin 3-ə nisbəti. Deməli, buradan da belə çıxır ki, bu da eləyir 4. Deməli, x bərabərdir 4 y-a. Bunu yazıb burada saxlayırıq. Sonra gəlirəm növbəti reaksiyada. Reaksiyanın təlini yazsam, 2 mol amonyak, azot və hidrogen əmələ gətirir. Burada reaksiyaya baxanda 2 moldan ümumi mol sayı 4 mola gəlir. Yəni burada 2 mol azalma var. Deməli, belə bir məsələ var da, bizdə hidrogen alınıb deyirək 6 mol. 3 mol hidrogen alınanda reaksiyada 2 mol azalma var. 6 mol hidrogen alınanda nə qədər azalma olacaq? X da 4 mol. Deməli, ümumi qaz qarışığında 4 mol azalma var. Ümumiyyətcə, orta molyar kütlənin düsturunu belə yaza bilərik də. M ümumi, qaz qarışıq ümumi kütləsini ümumi mol sayına bölüb tapırıq da. Düsturdan bu çıxır. M1 omega 1 üstəgəl M2 omega 2 bölünsün. Və yaxud da M1 nü1 üstəgəl M2 nü2 bölünsün nü1 üstəgəl nü2. Oradan da elə düsturun özünü yazaq. Məsələn, M1 nü1 üstəgəl M2 nü2 bölünsün nü1 üstəgəl nü2. Yəni bu M1 nü1 üstəgəl M2 nü2 M ümumini verir. Mol nisbətlərdə ümumi molunu verir. İndi burada belə bir şey var da, biz bilirik ki, kimyəvi reaksiyalarda ümumi kütlə dəyişmir. Yəni kütlə itmir. Deməli, biz ümumi kütləni əvvəlcə A qram götürsəm, birinci halda və onu x moluna, ümumi mol sayı, x deməyə bir B mol deyək. B moluna bölsəm, 14 eləyəcək. İkinci halda nə deyir? Bax, yenə deyirik, ümumi kütlə dəyişmir. A qramı götürürəm, çünki reaksiyalarda kütlə itmir. B-dən 4 çıxıram, çünki 4 mol azalma var burada. 6 mol hidrogenə görə. Bərabərdir 10 verib. 2 dənə nisbətdən, yəni biz buradan belə deyim də, tərəf-tərəfə bölsəm, A bölünsün B, böləndə belə vurma tərsinə olur da, A, B çıx 4 bərabərdir 14 bölünsün 10-a. A'lar buradan ixtisar getdi. 14 B bərabərdir 10 B çıxılsın 40. Bu tərəfə keçdi. 40 B bərabərdir 4 B bərabərdir 40-a. Buradan da B də bərabərdir 10 mol. Deməli, başlanğıcda, yəni B'miz ümumi mol sayıdır başlanğıcda. B ən başda götürülən x ilə y-in cəmidir. 10'dur. Bunu da biz burada nisbətə 10 bərabərdir x. X-in yerinə 4 y üstə gəl. Y o da bərabərdir 5 y. Y bərabərdir 2'yə. Deməli, bizdə başlanğıcda 2 mol hidrogen var imiş, çünki hidrogeni y götürmüşdüm. 8 molda amonyaka qalır, çünki ümumi 10 moldur. Bizə nə soruşur da? Amonyakın mol sayını cavabımız olacaq 8 D variantı.